Məlum olduğu kimi, Əmək Məcəlləsinin 164-cü maddəsinə dəyişiklik edilib. Yenavaz.com xəbər verir ki, Əmək Məcəlləsinin 164-cü maddəsi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqının ödənilməsini tənzimləyir. Qeyd edək ki, 164-cü maddənin 1-ci hissəsinin 2-ci və 4-cü abzaslarına gündəlik sözündən sonra saatlıq söz əlavə edilib. Bu isə o deməkdir ki, əvvəllər istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı gündəlik hesablanırdısa, məcəlləyə edilən dəyişiklikdən sonra saatlıq hesablanacaq. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqının hesablanması qaydasını nümunə ilə təqdim edirik. ABC MMC adlı müəssisədə işləyən Əhməd adlı işçinin aylıq əmək haqqı 870 manata bərabərdir. Əhməd müəssisə rəhbərinin tapşırığı əsasında 8 fevral tarixində istirahət günündə 2 saat işləyib. 2026-cı ilin istehsalat təqviminə görə fevral ayında iş vaxtı norması 160 saat təşkil edir. Bu isə o deməkdir ki, fevral ayında Əhmədin 1 saatlıq əmək haqqı 5,45 manat təşkil edir. Qanunun 164-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, əlavə işə görə ödəniş gündəlik, saatlıq tarif maaşının 2 mislindən aşağı olmamalıdır. Belə olan halda Əhməd 8 fevral tarixində 2 saat işləyibsə, ona hesablanan ödəniş məbləği 21,8 manat olmalıdır. Məlumat üçün onu da qeyd edək ki, əgər qanunvericiliyə bu dəyişiklik edilməsəydi, 2 saatlıq əlavə iş üçün Əhmədə ödəniləcək vəsait 87 manat olacaqdı. Çünki əvvəlki qaydaya görə əlavə iş saatına görə ödəniş saatlıq deyil, gündəlik hesablanırdı. 2026-cı ilin istehsalat təqviminə görə fevral ayında iş günlərinin sayı 20-yə bərabərdir. Belə olan halda fevral ayında işçiyə hesablanan gündəlik ödəniş məbləği 43,5 manat olacaqdı. Qanunun 164-cü maddəsinin 1-ci bəndinin tələbinə görə gündəlik tarif maaşının 2 mislindən aşağı olmadığı üçün Əhməd 8 fevral tarixində 2 saat işləsə belə, ona hesablanan ödəniş məbləği 87 manat olacaqdı.